Salam, hər vaxtınız xeyir olsun. Mən Fəs Akademiyanın informatika müəllimi Məxluqə müəllim. Bugün sizlərə növbəti abituriyent suallarımızın izahını paylaşıram. İlk sualdan başlayaq. Sual belədir. Faylın tam adını doğru ardıcıllıqla müəyyən edin. Əvvəlcə hansı diskdə yerləşdiyini, təbii ki, burada 2 ilə başlayacağam. 2 ilə başlamayan bütün variantlarımı çıxıram. 2 ilə başlayır. Daha sonra diskin harda yerləşdiyi, yəni həmin o faylımın informatika qovluğunda yerləşdir. Daha sonra təbii ki, slash işarəsi var. Bundan əvvəl heç bir slash işarəsi olmamalıdır. 2, 4 verdim. Zaten sadəcə bir variantdır. 2, 4'dür. Ən sonda bilirik ki, JPK genişlənmədir. Və ən sona zaten JPK-ni qoyuruq. Və burada düşünə bilərsiniz ki, bəlkə də 5 ilə də başlayır. 5 ilə başlamır, çünki sınaqlardan sonra məndə mütləq şəkildə slash işarəsi olmalı idi ki, mən növbəti addımda onu verə bilim. Növbəti suala keçək. İkinci sualımız biraz uzaqlaşdıracağım ki, tam ekranda görünsün. Deyir, alqoritmin icrasından sonra x dəyişənin ən son hansı qiymət alar? Gəlin baxaq. Biraz daha uzaqlaşdıracağım ki, tam sistem blokumuz görünsün. Başladıq. X 10'dur, Y 20'dir. 10 kiçik bərabərdirmi 20? Bəli, gəldim H-yə. X-in üzərinə 5 gəlirəm, oldu neçə? 15. Y-i də 3 vahid artırıram, oldu 23. Yenidən yuxarı qalxıram. X kiçik bərabərdirmi Y-i? Bəli. Yenidən gəlirəm 15 olacaq 20, 5 vahid artırdım. 23-ün üstünə də 3 gəlirəm, oldu 26. Yenidən fırlandıram. 20 kiçik bərabərdirmi 26? Bəli. 20-ni 5 vahid artırıram, 25. 6'nı 3 vahid artırıram, 29. Yenidən fırlanıram. 25 kiçik bərabərdirmi? 29'dan, bəli. 25 oldu 30. 29 plus 3 isə mənə verdi 22. Üzr istəyirəm. 32. 32. Yenidən təkrar 30 kiçik bərabərdirmi 32'dən? Bəli. X oldu 35. Y isə 3 vahid artdı, oldu 35. Yenidən 35 kiçik bərabərdirmi 35? Bəli. 35 5 vahid artdı, oldu 40. 35 3 vahid artdı, oldu 38. Yenidən 40 kiçik bərabərdirmi 38'dən? Xeyr. O zaman yox qoluna düşürəm. Yox qolunda isə x-in ən son cavabı x-in y-in cəmidir. X məndə neçədir? Ən son 40 idi. 40'ın üzərinə y-də ən son 38 idi. 38'i gələndə mənə verdi 78. Burada ən son cavabımız 78'dir. Və gördüyünüz kimi burada cavab olacaq B variantı. Növbəti sual, ekranı biraz yaxınlaşdıraq. Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Mənə nə deyir? N 1-3 aralığında sumu tapıram. Əvvəlcə nömrələyirəm. 0, 1, 2, 3. Bura qədər lazımdır zaten. 1-dən 3'ə qədər, lakin 3 daxil olmayacaq. Yəni 1 ilə 5'in cəmi. 1 ilə 5'in cəmi mənə verdi neçə? 6. M-ə tapdım 6. Yenidən N indeks 3. 3'ün indeksini istəyir. İlk qarşıma çıxan 3'ün indeksi 0'dır məndə. Deməli, T olacaq məndə neçə? 0. Ən sonda M plus T-ni istədiyi üçün 6 plus 0 mənə verdi 6. Burada cavab olacaq D variantı. Növbəti sual. Onluq sayı sistemində verilmiş 512'nin kvadrat ədədinin 16 sayı sistemində təsvir olunması onun ilk rəqəmi neçə ilə başlayır? Təbii ki, 512'ni mən çevirəcəm 2'nin qüvvəti şəklində. 2 üstü 9 onun kvadrat plus 2
həmin üzərində kvadrat 209 yazacağam. Yəni bir sözdən 512-ni və onun üzərində də kvadrat mənə verəcək 218. 16-lıq sayı sisteminə çevirmək üçün isə mən qüvvətimi götürəcəm. 16-lıq sayı sistemi 4 bitdən ibarət olduğu üçün böləcəm 4-ə bərabərdir. Mənə düşəcək 4 tam, qalığım isə qalacaq 2 və dedik ki, hər zaman ilk rəqəm soruşularsa, qalığı 2-nin qüvvətinə yazıram. Qalıq 2-nin qüvvətində olacaq 2, o da bərabərdir, mənə cavab verəcək 4. Aha, burada əslində cavab 4 olmalıdır. Və mən buranı düzəldəcəm. Təbii ki, siz də bunun düzəldilmiş versiyasını işləyəcəksiniz. Daha sonra gördüyünüz kimi qayda eynidir, prosedur eynidir və forma bitdi. İlk rəqəmi neçə ilə başlayır? İlk rəqəmi 4 ilə başlayacaq. Davam edək. HTML-də DL və /DL təyinatını müəyyən edin. Təbii ki, təyin etmə siyahıları yaradır. DL və D/DL. Növbəti sual. Hansı antivirus proqramı deyil? Antivirus proqramı olan bir ədəd burada WinZip var. Bu arxiv proqramıdır. Geridə qalan hər biri antivirus proqramıdır. Növbəti sual. Deyir, Python dilində yazılmış proqram fraqmenti nəticəsini müəyyən edin. Gəlin baxaq. i-yə a-nın qiymətidir. i-yə bir dəfə 3 verirəm. 3-ü 4-ə böləndə qalıq 0 edir. Xeyr. Gedirəm. 5 verirəm. 5-i deməli 4-ə böləndə qalıq 0 edir. Xeyr. 7 verirəm. Ödəməyəcək. 5 verirəm. Ödəməyəcək. Ən son 12 verdikdə artıq bəli, qalıqsız bölünəcək. Qalıqsız bölündükdə artıq gəlib burada bunu hesablaya bilərəm. P məndə 7-dir. 7-yi 12-yə böləcəm. Tam hissəm mənə verəcək 0. Üzərinə gələcəm. P məndə eyni zamanda 7-dir. 7-yi 12-yə böləndə tam hissəm mənə verəcək, yəni qalığım mənə verəcək 7. 0 plus 7 mənə verəcək 7. Burada cavab olacaq Y variantı. Növbəti sual. Python dilində yazılmış proqram adını müəyyən edin. X-ın 1-dir. 5 üzərinə gəlsin max XQRT, yəni kök al. 1-dən kök alanda mənə zaten 1 verəcək. 5 plus 1 mənə verəcək 6. Baxın, bu mötərizənin içərisinə aldım 6. Və mənə deyir ki, 1 minus 4 mənə verəcək -3, amma ABC onu müsbət 3 edəcək. 3-ü böləcəm, deməli, 6-nı böləcəm 3-ə, 2 dəfə 2-yi vuracam. 3-ə, 2 dəfə 3, 6 edəcək. Burada cavab olacaq A variantı. Növbəti suala keçək. Elektron cədvəldə B3 xanasına daxil edilmiş gördüyünüz bu düsturu Y6 xanasına köçürülən zaman bu xanada hansı düstur olacaq? Deməli, B3-dən Y6-ya gəlib. Deməli, B-dən Y-yə gəlməsi üçün B-dən sonra Y-yə qədər neçə dənə xanam var sayacağım. B-dən sonra C, D, Y. 3 dənə deməli artım baş verib və 3-dən 6-ya yenə rəqəmlər arasında 3 dənə artım baş verib. Düstura tətbiq edək. C-ni 3 dənə artıracağam, gəlib düşəcək F-ə. Baxıram, F-dən olmayan variantları çıxıram. Və 3 burada qarşısında dollar işarəsi olduğu üçün dəyişməyəcək. Bu dəyişənini silirəm. Daha sonra burada Y, mənim onun qarşısında dollar işarəsi olduğuna görə o da dəyişməyəcək. Burada B-də dəyişib, o da çıxacaq. Yenə bizə qalacaq D variantı. Növbəti sual. İnternet şəbəkəsində resursun ünvanı gördüyünüz kimi bu şəkildə kimidir. Bu ünvanın hansı hissəsi resursun ötürülməsi üçün istifadə olunan protokolu göstərir? Baxın, bizdən protokol, təbii ki, HTTP
ötürülməsi üçün istifadə olunan protokoldur. Burada cavab olacaq C variantı. Növbəti sual. Piksel ölçüləri bu şəkildə olan təsviri high color rejimində kodlaşdırılır. Onun informasiya həcmi necə olar? Təbii ki, burada hər birini bir-birinə vuracam. Deməli, 2048-i vuracam 1920-yə 10 vuracam və məndə informasiyanın həcmini soruşur. Hard color dediyi üçün, təbii ki, hard colorum 16 bit olduğu üçün 16-ya vuracam. Bərabərdir. Deməli, və onu bildirim ki, məndə cavabı kilobaytla istədiyi üçün və məndə burada 16 bitlə olduğu üçün, təbii ki, alacağım cavabı 2/13-ə nə etməliyəm? Bölməliyəm. Bunun üçün də nə edəcəm? Əvvəlcə 2048-i vurub 1920-yə, onu da vursam 16-ya, daha sonra alınan cavabı bölsəm 2/13-ə mənə verəcək bərabərdir 7680 almış olacam. Növbəti sual. Fis Akademiya işçiləri haqqında ümumi məlumat. Deməli, 120 kilobayt yaddaş əhatə edir. Hər bir işçinin səhifəsi 32 sətirdən, hər sətir isə 128 simvoldan ibarətdir. Müəssisədə necə əməkdaş işləyir? Təbii ki, burada da 32 sətrim var, vurulsun. 128 simvolum var, vurulsun. Neçə əməkdaş işləyir bilmirəm, amma bilirəm ki, IHC-də kodlaşıb 1 bayta vuracam ki, çevrilmə daha asan da olsun. Burada həcmim 120 kilobaytdır. 120-yi də 2/10-a vuracam ki, deməli, bu mənə baytla cavabı versin. Çünki burada 1 baytlandır. Vuracam 2/10-a. Əla. İndi buradan x-i təyin edək. Baxın, 128-də ixtisar gedəcək zaten. 32 2/5-dir. Bu da 2/10-dur. İxtisar gedəcək hər biri. Qalacaq 2/5. 2/5 də 32 deməkdir. Burada cavab olacaq 32. Növbəti sual. Həcmi 165 kilobayt olan şəkil faylının diskdə tutduğu həcmi tapın. Klasterin həcmi 8 kilobaytdır. Nə edəcəm? 165-i böləcəm klasterımın ümumi həcminə bərabərdir. Deməli, əvvəlcə klasterımın sayını tapmaq üçün 165-i bölsəm 8-ə mənə 20 tam nə qədərsə düşür də onluq hissəyinə. Mən onu tamlaşdırıram, 21 tam götürürəm. Yəni 21 klaster lazım. Və məndən ümumi həcm istədiyi üçün 21-i vuracam 8-ə. Bu da bərabərdir. Mənə verəcək 168 kilobayt. Ümumi həcmim deməli oldu neçə? 168 kilobayt. Növbəti suala keçək. İnformatika işçiləri haqqında ümumi məlumat 8 kilobayt yaddaş əhatə edir. Hər bir işçinin səhifəsi 32 sətir və hər sətirdə 128 simvoldan ibarətdir. Müəssisədə neçə əməkdaş işləyir və IHC-də istəyir? Gəlin baxaq. Deməli, ümumilikdə 8 kilobayt həcmindədir. Yenə sətir sayım 32 vurulsun 128 vurulsun. Müəssisədəki əməkdaşın sayını bilmirəm, amma bilirəm ki, 1 baytla hesablanıb və ümumilikdə 8 kilobaytdır. Bunu da vuracam 2/10-a ki, baytla ifadə oluna bilsin. Buradan x-i təyin etsəm, x bərabərdir. Deməli, nə edəcəm? 8-i vursaq 1024-də 8192 edəcək. Onu bir dəfə 128-ə bölsək, 64 edəcək. Bir dəfə də bölsək 32-yə, o da edəcək 2. Burada deməli, müəssisədə neçə əməkdaş işləyir? 2. Növbəti suala baxaq. Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Deməli, deyir ki, 720 fərqlidirmi 150? Bəli. 720 böyükdürmü 150? Bəli. Onda nə edəcəm? 720-dən çıxacam 150-sini. Mənə qalacaq 570.
Hı hı. 570. Yeniden geri qayıdıram. 570 fərqlidirmi 150? Bəli. 570-dən bir daha 150 çıxacam. Qalacaq məndə 420. Yenidən bir də yoxlayacağam. 420 fərqlidirmi? Bəli. 420 böyükdürmü? Bəli. 420-dən yenidən 150 çıxacam. Qalacaq 270. Hı hı. 270. 270 fərqlidirmi? Bəli. 270 böyükdürmü 150-dən? Bəli. O zaman 270-dən bir dənə də 150-sini çıxacam. Qalacaq 120. Deməli, aha. Daha sonra deyirəm ki, 120 fərqlidirmi B-dən? Bəli. Bəs 120 böyükdürmü 150-dən? Xeyr. Else-yə düşəcəm. Else-yə düşdükdə isə bu səfər 150-dən 120 çıxacam. Mənə qalacaq 30. 30 fərqlidirmi? Deməli, 120 fərqlidirmi 30? Bəli. 120 böyükdürmü 30? Bəli. Bu səfər 120-dən çıxacam 30-u, mənə qalacaq 90. Bir daha yoxlayacağam. 90 böyükdürmü 30-dan? Bəli. Çıxacam, qalacaq 60. Bir daha yoxlayacağam. 60 böyükdürmü 30? Bəli. Olacaq 30. Yenidən yoxlayıram. Deyir ki, 30 30-dan fərqlidir? Xeyr. Print verəcək çapa A-nın ən son qiyməti. A-ya ən son neçə almışam? 30. 30 da çapa gedəcək. Növbəti suala baxaq. Aha, printer 160 səhifədən ibarət məlumatı 16 saniyə ərzində çap etməsi üçün nə qədər çap sürəti lazımdır? Sürət bərabərdir. Səhifə sayı bölünsün saniyə. O da mənə verəcək neçə? Bərabərdir 10 saniyə. Növbəti sual. Aha, onluq sayı sistemində bu şərti ödəyən neçə natural ədəd var? Hər birini onluq sayı sisteminə keçirdəcəm. Üzərini nömrələyirəm. 0, 1, 2, 3 və 4. Eyni qaydada bunu da 0, deməli 0, 1, 2, 3 və 4. Deməli, 2 üstü 4 mənə verəcək 16. 16-nın üzərinə gələcəm 2-nin kvadratı, yəni 4-ü. Onun üzərinə də gələcəm 2-ni və üzərinə də gələcəm 1-i. Edəcək neçə? 23. Birinci etdi 23. Kiçikdir, bərabərdir. Kiçikdir, bərabərdir. Yenidən 2 üstü 4 mənə verəcək 16, üstə gəlinsin 8, üstə gəlinsin 4, üstə gəlinsin 2, mənə verəcək 30. Və təbii ki, 30-dan da çıxacam 23-ü, üzərinə də 1 gələcəm ki, görüm mənə nə qədər aralıqda qiymət yerləşir. Çünki hər ikisi daxildir, 23 və 30. Bax, və bu 23-dən 30-dan 23 çıxanda 7, üzərinə də 1 gələcəm, edəcək 8. Deməli, 8 dənə ədəd yerləşir. Növbəti sual. Qovluqda 120, deməli 12 megabayt fayl var. Bu qovluğun əvvəlcə 3584 kilobayt səs faylı əlavə edildi. 12 megabaytı çevirəcəm kilobayta. 12-ni vuracam 1024-də. Mənə verəcək 12000. Bura qeyd edəcəm. Mənə verəcək 12288 və mən bundan əvvəlcə bu qədər fayl deyil, əlavə edilib. Deməli, üzərinə gələcəm 3584-ü. Aha, və bərabərdir. Deməli, yenidən həmin bu ədədin üzərinə 3584-ü gəldikdə mənə verəcək 15872. Aha, daha sonra nə deyir? Deyir ki, daha sonra 1536 kilobayt video fayl silindi. Yəni, çıxacam 1536-sını. Yenidən 1536-sını çıxanda mənə qalacaq, bərabərdir qoyuram. Deməli, mənə qalacaq 14336. Aha, daha sonra görək nə deyir? Deyir ki, silindi. Ümumi nə qədər, baxın, tutumunu
nə qədər olacaq və kilobaytla. Zaten cavabım da kilobaytlandır. Elə 14.336 kilobayt həcmində məlumat qalmış olacaq. Növbəti suala baxaq. Hı -hı. Deməli, gördüyünüz kimi bu şəkildə əməlini ödəyən ən kiçik əsaslı olan say sistemində 123x ədədinin onluq say sistemində neçəyə bərabərdir? Əvvəlcə nə edirəm? Baxıram. Həqiqətən də 52-nin üzərinə 10 gələndə 62 edirmi? Bəli. Bu zaman bunların içərisində hansı rəqəm ən böyük rəqəm neçədirsə, deməli ən kiçik həmin əsaslı say sistemində ödənilir. Baxıram ki, ən böyük məndə 6-dır. Deməli, ən kiçik neçə əsaslı say sistemi ola bilər? 7 əsaslı say sistemi ola bilər. Ən böyük 6 rəqəmi olan 7-lik say sistemindədir. 123-ü də 7-lik say sistemindədir. Mən bunu çevirəcəm 10-luq say sisteminə. Üzərini nömrələyirəm. 0, 1, 2. Deməli, 7-nin kvadratı 49, üzərinə gələcəm 7 2, 14-dür və üzərinə də gələcəm 3-ü mənə verəcək 66. Burada cavab olacaq 66. Növbəti sual. Deməli, deyir ki, 128-də 2 megabayt neçə kilobaytdır? Təbii ki, bunu yazacağım. 128-in üzərində deməli sürətdə 2 vuracağım kilobayta çevirmək üçün 2 üstü 10-a. 128 2 üstü 8 deməkdir. 2 üstü 10 bölünsün 2 üstü 8 mənə qalacaq sadəcə 2-nin kvadratı. Deməli, üzr istəyirəm, 2 üstü 7 deməkdir, 2-nin kubu qalacaq. 2-nin kubu, burada da bir ədəd 2 qaldı. Aha, bu da bərabərdir, 2 üstü 4 deməkdir. 2 üstü 4, 2 üstü 4 də neçə deməkdir? 16 deməkdir. Belə. Belə, əziz abituriyentlər, növbəti sual izah videolarımızda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.